Salam hörmətli izləyicilərimiz. Sizi Saray qəsəbəsində gördüyünüz bu 5 otaqlı həyət evi ilə çəkib tanışlayacağım. Qeyd edim ki, evimiz şəxsi tikilidir. 2 sotda tikilib. Mərkəzi kanalizasiyadır, qaz, işıq, su daimidir. Bütün kommunallar qoşulub. Hal-hazırda yaşayış var. Gördüyünüz kimi evin arxasında da həyəti var. Arxasına evin içindən qapı var, yəni keçmək mümkündür. Buradan belə məsafə saxlanılıb, amma arxaya keçmək olur. Evin içindən dəmir qapısı var. Həyətə rahatçılıqla 2-3 maşın sığır. Burada gördüyünüz kimi gül yerisi, əkin sahəsi. İçərisi yəni orta təmizlidir. Köhnə tikili evdir, yəni yeni tikili deyil. Baxın, bu da böyük bir plaşatka kimi saxlanılıb. Burada kombisi, bütün nutkası, bütün radiatorlar, istipolu, hər şey qaydasındadır. Buradan yuxarı çıxmaq üçün belə bir pilləkən yığılıb. Bu da evin qonaq otağı üçün nəzərdə tutulub. Baxın. Yəni bir balaca bura əl gəzdirmək lazımdır. Qeyd edim ki, şəxsi tikilidir. Hal-hazırda yaşayış var. Bu da mətbəxdir. Yəni istəyən adam mətbəxə buradan qapı da qoymaq mümkündür. Yəni bu ev sahibi qoymayıb, amma qoymaq olar. Burada sanitar qovşaqlar ayrı-ayrıdır. Baxın, burada hamam otağı. Tam təmirli, problemsiz. Bu da diğer hamam otağı. Buradan da arxaya keçid qapısı da buradandır. Yəni evin arxasına əraziyə keçmək mümkündür. İndi isə qalxaq, yuxarı ilə tanış olaq. Qalxırıq ikinci mərtəbəyə. İkinci mərtəbədə də belə geniş bir foyesi deyimmi? Yəni burada divanzat qoyulub, yəni qonaq qarşılamaq üçün geniş bir ərazidir. Həm də qonaq otağı kimi yəni istifadə eləyir ikinci mərtəbədəki qonaq otağı kimi. Və 4 dənə də yuxarıda yataq otağı var. Bax, bir yataq otağı budur. Və buradan arxada həyətdə göstərim. Bu gördüyünüz kimi arxada belə bir həyəti var. Yəni bayaq göstərdiyim qapıdan keçmək olur. Evin yeri poldur, yəni şəxsi tikili evdir. Makler tikən ev deyil qətiyyən. Baxın. Bu ikinci yataq otağı. Və burada da 2 dənə otaq iç-içədir. Baxın, bu da belə bir otaq. Yəni istəsə bu da uşaq otağı kimi də istifadə edə bilərlər. Burada da bir spalni. Evin qiyməti 80.000 manata təklif olunur. Real alıcı ilə razılaşmaq mümkündür. Kim istəsə, xoşuna gəlsə buyurub baxa bilər. Çox sağ olun, xeyirli olsun.